Salam uşaqlar, kanalda bundan əvvəl bir video paylaşmışdım. Belə bir 4 bucaqlı verilir. Buradakı x bucağı tapmaq. İzahını verirəm. Adlandırsam daha yaxşı olar. A, B, C, D 4 bucaqlısı. Həmin 4 bucaqlıda deməli A təpə, bir də ki bu tərəflərin bərabərliyi verilmişdi. A təpəsindən DC-yə paralel və DC-yə bərabər bir şua çıxardıram. Və paralel. AM şuası. DC-yə deməli AM-i paralel DC-yə və bərabər götürdüyümə görə onda burada AMCD romb əmələ gəldi. Romb olduğuna görə M təpəsi də 150 dərəcədir. MA 30 dərəcə, MCD 30 dərəcə. Deməli, x-in bir hissəsini tapdıq. Sonra B ilə M-i birləşdirirəm. B ilə birləşdirəndə burada ABM 3 bucağı əmələ gəlir və bərabər yanlı. Təpə bucağı 90-30 60-dırsa, bərabər yanlı düz 3 bucağın, bərabər yanlı 3 bucağın, təpə bucağı 60-dırsa, o bərabər tərəflidir. Yəni, bucaqlarının 3-ü də 60 dərəcədir. Sonra burada BMC bir dənə də bərabər yanlı 3 bucaq əmələ gəldi. Bərabər yanlı 3 bucaqda mən buradan təpə bucağını tapa bilərəm. Tam bucağın 360 olduğunu bilirəm. 360-dan həm 60-ı, həm 150-ni çıxıram, alıram 150. Yəni, burada BMC 150 dərəcədir. Və bərabər yanlı 3 bucağın təpə bucağı 150-dirsə, oturacağı bitişik bucaqları 180-150 bölü 2-dir, yəni 15 dərəcədir. Onda axtardığımız x bucağı bərabər olacaq 30 ilə 15-in cəminə, yəni 45 dərəcəyə. Bu da bizim məsələmizin həlli.